Hər vaxtınız xeyir olsun. Bugün keçirilən güvən sınaqlarından 11 sinif 1-ci qrup suallarını izah edəcəm. Başlayaq 61-ci sualdan. Oksigen və azot üçün ümumi olan nədir? 2 atomlu bəsis maddə əmrinə gətirir. Bəli, oksigen də 2 atomlu bəsis maddə əmrinə gətirir. Azot da 2 atomlu bəsis maddə əmrinə gətirir. Həmçinin oksigen 3 atomlu ozon maddəsi əmrinə gətirir. Deməli, 2 atomlu bəsis maddəsi ümumidir, amma 3 atomlu bəsis maddə əmrinə gətirməsi azot əmrinə gətirmir. Allotor bir şəkildə dəyişmə əmrinə gətirməsi də oksigende var, ancaq azotda yoxdur. Yalnız 1 olur cavabımız. 62-də 5,6 litrinin kütləsi 11 qram olan qazın hidrogenə görə nisbi sıxlığını tapın. Nisbi sıxlıq tapmaq üçün biz emerlərini bir-birlərinə bölürük qazlarda. Ona görə də əvvəlcə 22,4 litrinin kütləsini, yəni emerini tapırıq, olur 44. Sonra da hidrogenə görə nisbi sıxlıq tapmaq üçün bu qazın emerini hidrogenin emerinə bölürük, eləyir 22. Cavab C variantı. 63. 6-cı qrupun əsas yarım qrup elementləri üçün nə yanlışdır? Hidrogeni uçucu birləşmələr əmrinə gətirirlər. Bəli, çünki 6-cı qrupda qeyri-metallar var və qeyri-metallar hidrogenə uçucu birləşmə əmrinə gətirirlər. P elementlərdir. Bəli, 6-cı qrupun elektron formulları NS2P4 olduğu üçün P elementləri olur. Qısa formulları NS2P4-dür. Doğrudur. Bütün elementləri həyəcanlanır, səhvdir. Çünki İkinci dövrdə yerləşən 2s2p4 6-cı qrup elementi oksigen boş orbitalı olmadığı üçün həyəcanlanması baş vermir. Deməli, qrafikasında yazaq. 2 dənə tək elektron var, ancaq boş orbital yoxdur. Oksigende həyəcanlanma olmur. 64-cü sualda anion, kation və neytral atomlar istəyir. Baxırıq sualda görürük ki, B'nin proton və elektron sayıları bir-birinə bərabərdir. Proton elektrona bərabər olduqda olur neytral atom. Deməli, B neytral atomdur. A'nın proton sayı elektron sayından daha çox olur. P-dən böyüksə, deməli, kationdur. A kation. S'nin də elektron sayı daha böyükdür protonundan nisbətən. Elektron daha çox olanda da anion olur. Deməli, cavab D variantı. 65-ci sual. X, Y, Z maddələr verib. X bəkdir, Y, Z mayedir və qabda göstərib ki, X, Y-dən Z-ə qarışmayıb, ayrıca qabın dibinə çöküb və bu Y-dən Z-də bir-birində həll olan 2 dənə mayedir. Hansı üsullarla ayırarıq? Deməli, əvvəlcə qabın dibinə çökən X-i süzərik, ondan sonra da Y-dən Z-i də distil edib ayırarıq. Deməli, C variantı olur. 66. X, Y, O4 maddəsində X-in kütlə payı A faizdir. Oksigen də kütlə payı A faizdir. Amma Y-in kütlə payı A bölünsün 2-dir. Bu o deməkdir ki, X-dən Y-in kütlə payları bərabərsə, X, Y-in kütlələri də bir-birinə bərabər olar. Oksigen 4 dənəsi 4 vurun 6, 64. X də deməli onunla eyni kütlə payındadırsa, onun da kütləsi 64 olur. Y-in kütlə payı onlardan 2 dəfə azdırsa, deməli Y-in kütləsi də onlardan 2 dəfə kiçik olur. 32 olur D variantı. 67-ci sualda sıra nömrəsi 24 olan xrom elementi S elektronların sayını müəyyən edin. S elektronların sayı, deməli biz yarım səviyyələrdə elektronları paylayırıq, ancaq unutmamalıyıq ki, 24 və 29-cu elementlər istisnadır. 4s-lərində 1 elektron yazılır. 3s2, 3p6, 4s1, 3d5. Deməli, S elektronların sayı 1, 2, 3, 5, bu da 7. A variantı. 67-ci sualda deyilir ki, CH4 molekulunda rabitənin əmələ gəlməsi sxemini müəyyən edin. CH4-də karbon və hidrogen arasında 4 dənə rabitə var. Karbon sp3 hibridləşməyə malikdir, yalnız tək qat rabitələr olduğu üçün və karbon hibridləşmə əmrə gətirdiyi üçün karbonun yerinə hibrid orbitalı, hidrogen isə yalnız kürə, yəni S orbitalı əmrə gətirir. 68-ci sual, cavab C variantı. Keçdik digər sual. 69-cu sual. Dövrlərinin və qruplarının müəyyən edilməsini soruşur. X İkinci dövr, bəli, qarşıda rəqəmi dövrü göstərir, üstəkilərin cəmi qrupu göstərir. 5-ci qrupdur, P elementi olduğuna görə A qrupdur. Üçüncü dövr, üstlərin cəmi 6-cı qrup eləyir. Burada 4 yazıb səhvdir. 4-cü dövr, qarşıdakı böyük rəqəm dövrü göstərir. Üstlərin cəmi 6, 6-cı qrupdur. Ancaq D elementi olduğuna görə B qrup olmalıydı. T, 4-cü dövr, 12 olduqda 2B qrupda yerləşir. Bəli, doğrudur. X və, dəqiqə üzr istəyirəm, X və T. 70-ci sualda rabitələrin növünü istəyir. Kalsium metal, oksigen qeyri-metal, rabitə ion 3, yəni burada. N və H fərqli qeyri-metal arasında polar kovalent rabitə, P4 çox atomlu bəsis maddələrdə də qeyri-polar kovalent rabitə olur. 3, 2, 1, cavab Y variantı 70-də. 71-ci sualda D elementi dəmirin, yəni oksidləşmə dərəcəsini soruşur. SO4 iki əsaslı turşun qalığıdır. Turşular
metallar, turşular tərkiblərindən hidrogeni itirib qalıqlara çevirirlər və qalıqların yükləri hidrogen neçə dənə itiribsə turşu o qədər mənfi yükę bərabər olur. H2SO4 2 dənə hidrogen itiribsə yükü 2 mənfidir. Natriumda birinci qrup müsbət 1. Oksigen indeksinin, daha doğrusu SO4-ün indeksini yükünə vururuq mənfi 4. Natrium indeksinin yükünə vururuq müsbət 1. Toplayırıq mənfi 3. Əks işarəsində yazırıq dəmirin üzərinə. Dəmirin oksidaşməsi olur müsbət 3. Kükürt atomunun maksimum həyəcanlanmış halda neçə orbitalı elektron saxlayır? Deməli, əvvəlcə elektron formunu yazaq. 1s2, 2s2, 2p6, 3s2, 3p6, bir dəqiqə başlayın, çox oldu, p4. Deməli, həyəcanlanmış halda dediyi üçün birinci həyəcanlanmasına baxaq. S və P-də cüt elektronları var 2 yerdə. Ona görə bu element 2 dəfə həyəcanlanacaq. Boşda orbitalları olduğuna görə D yarım səviyyəsində. Təbii, əvvəlcə P-dən keçir D-yə, sonra da S-dən D-yə bir elektron keçir. Bizə soruşur ki, tam həyəcanlanan sonra neçə orbitalında, yəni neçə xanasında elektron var? 1s-də əvvəlcə ümumi olaraq soruşduğu üçün əvvəlini də sayırıq. 1s-də, yəni 1 orbitalında elektron var. 2s-də 1 orbitaldır, burada da elektron var. 2p 3 orbitaldır, burada da elektronlar var, doludur. 3s orbitalında bir dənə qaldı həyəcanlanan sonra, yəni elektron var. P'də də var 3 xanasının 3 orbitalının 3-ündə də elektron var. D'də də 2 dənəsinə keçdi artıq həyəcanlanandan sonra dediyinə görə D'yə keçənləri də sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə orbitalında elektron var. Deməli 72 sual cavab Y variantı. 73. Həcmlərini soruşur. 3,1 vur 10 üstə 23 molekul neçə litrdir? 6,2 vur 10 üstə 23 bir Na molekul 22,4 litrdirsə, onda 3,1 vur 10 üstə 23 eləcək 11,2 litr. Deməli, X 11,2 litrdir. 1,5 mol CH4. 1 mol 22,4 olduğuna görə 1,5 olur. X bərabərdir 33,6 litr. 56 qram N2. N2'nin emeri 28'dir. Emer 22,4'dür. Onda 56 qram olacaq 44,8. Toplayırıq cəmini soruşur. 89,6 litr. Digər sual 74. A sıfırdan 2 elektron verir. A M'e çevrilir. Nə doğrudur? A M'in elektron sayı A sıfırın elektron sayından çoxdur, səhvdir. Çünki A sıfır elektron verdikdən sonra A M'e keçdiyinə görə A M'in elektron sayı daha kiçik olur. A sıfırın radiusu A M'in radiusundan böyükdür deyir. A sıfır bəli elektron verincə əvvəl radiusu daha böyük idi. Element elektron verdikcə radiusu kiçilir. 2 doğrudur. A sıfırın proton sayı A M'in proton sayından deyir çoxdur, səhvdir. Element elektron alıb verəndə o proton sayı dəyişilmir. Bunların ikisi də eyni elementdir, protonlar eynidir. A M katyondur, bəli. Element elektron verdikdən sonra müsbət yüklənir, katyon olur. Cavab Y variantı. 75-ci sual. C2H4 və X mol nisbətləri 1. Yəni ikisi də eyni molda olduqda mol nisbətləri 1 olar da. Bunların molları eyni demək istəyir. Tutalım ki, AA böləndə nisbəti 1 eləyir. M ortanın deyir, qarışığın orta molekulyar kütləsi havanın orta molekulyar kütləsinə bərabərdir. Demək istəyir ki, bu qarışığın M ortası 29. Çünki havanın M ortası da 29. Burada da göstərilibdir. Deməli, M ortanın düsturundan istifadə edirik. M1 növ 1 üstə gəl M2 növ 2 bölünsün növ 1 topla növ 2. Deməli, M ortayı 29 bərabərdir. M1 birinci maddə C2H4 kütləsi 28 mol sayına A götürdük. Yəni, bərabər 1 mol. Üstə gəlsin, ikinci maddə X, bilmirik hansı maddədir. Emerin yerinə də X yazdım. Vurulsun mol sayı A. Bölünsün A ilə A, yəni 2A. Bərabərdir 29'a. Onda deməli, burada A'ları ixtisar apara bilərək də A-nı ortaq vuruq kimi önə çıxardığımız üçün ardından aşağıdan yazım istəyirsə 29 bərabərdir. A-nı ortaq vuruq kimi önə çıxarsaq 28 üstə gəlsin X bölünsün 2A. Burada 2'ye də 29 yazmışam. Birini silim. Deməli, bu A'lar ixtisar gedir. 29 vur 2 58 bərabərdir 28 üstə gəlsin X. X bərabərdir 30. Deməli, kütləsi 30 olan maddə lazımdır. O da NO-dur. N14'dür. O da 16. Kütləsi olur 30. Deməli, cavab C variantı. 76. sual. XA 6 müsbət. Neytron sayı A. Elektron sayı B.
Deyir ki, A böl B 1/6 olarsa. Burada B nəyə bərabər olur? A-dır, 6 dənə veribsə, açıq 6. İndi deyir ki, A böl B bərabərdir 1/6-ya. Deməli, A-nı B-nin yerinə yazıram, açıqlısın 6. B-nin yerinə yazıram, açıq 6 bərabərdir 1/6-ya. Onda hərdən yuxarı yazıram. Deməli, A bərabərdir 1/6 A çıxılsın 1/6 vurulsun 6. Onda deməli 0/6 A bərabərdir 1/6 vur 6. Bu 10/6 ilə 6-nı ixtisar eləsək 10 qalır. A bərabərdir 16-ya. Deməli, x-in ispat kütləsi müəyyən edin. A 16 ise, neutron da 16 ise kütlə olur 32. Deməli, cavab B variantı 76-cı sual. 77. Dövr sisteminin əsas yarımqrup elementləri olan X-in xarici energetik təbəqəsindən bir elektronu var və onun baş oksidinin və uçucu hidrogeni birləşmənin. Bir tək elektron neçənci qruplarda olur? Əvvəlcə onu müəyyənləşdirmək lazımdır. Çünki biz baş oksidləri və hidrogeni birləşmələri qruplarına görə yazırıq. Bir tək elektron varsa, bir tək elektron hansı qruplarda olur? Birinci qrupda olur. Məsələn, NS1 bir tək. Ancaq burada uçucu hidrogeni birləşmə dediyinə görə birinci qrup deyil. Üçüncü qrupda da bir tək elektron olur. P1'də bir tək var. Ancaq üçüncü qrupda metal olduğuna görə orada uçucu hidrogeni birləşmə deyil. Keçdik bir də 7-ci qrupda NS2, NP5. Burada da bir dənə tək elektron var və 7-ci qrup qeyri-metal olduğuna görə uçucu hidrogeni birləşmə əmrinə gətirir. Ona görə biz 7-ci qrupun həm baş oksidini, X7-ci qrup götürürəm. Baş oksid deyəndə elementi qrupu qədər valentlikdə götürürük. Oksigen də 2 valentlidir. Çarpaz çeviririk. X2O7. Baş oksidin formulu X2O7. Hidrogenli birləşmə də hidrogenli birləşmələr birinci qrupda RH, 2-də RH2, 3-cü qrupda RH3, 4-cü qrupda RH4, 4-ə qədər artırırdıq belə. RH4, sonra geri bir-bir azaldırdıq. RH3 5-ci qrupda. 6-cı qrupda RH2, 7-ci qrupda da RH. Deməli, hidrogeni birləşməsi XH, baş oksidi X2O7. 78. Qeyri-molekulyar quruluşlu maddələr atom, ion, metal kristal qəfəs əmrinə gətirən maddələrdir. Çünki molekulyar kristal qəfəs olanda molekulyar quruluşlu olur. Maddə molekulyar kristal qəfəs əmrinə gətirəndə molekulyar quruluşlu olur. Atom, ion, metal kristal qəfəs əmrinə gətirəndə qeyri-molekulyar quruluşlu olur. Demək, A variantı, D variantı, B və C variantlarında molekulyar kristal qəfəs. Ona görə molekulyar quruluşlu olur. Ancaq qırmızı fosfor atom kristal qəfəsinə malik olduğuna görə qeyri-molekulyar quruluşlu olur. 79-cu sualda fiziki hadisə və kimyavi hadisələr soruşur. Kimyavi paslanma, bir də oksigenin ozona çevrilməsi. Çünki oksigen bir maddə, ozon yeni bir maddə. Bir maddədən yeni maddə alınırsa bu kimyavi proses olur. Ancaq sublimasiya isə fiziki prosesi. Çünki fiziki proses zamanı tərkib dəyişmir, maddə aqreqat halı dəyişir. Sublimasiya bərkdən qaza keçmədir, ona görə də fiziki proses olur. Cavab D variantı. 79-cu sualda 80. Deməli, hidrogenin deuterium izotopu ilə oksigen verib 8-16 izotopu və 10 qramında neutronların ümumi sayını müəyyən edindir. H2O-da kütləsini tapaq və neutronların sayını tapmalıyıq. Sonra kütlə və neutron sayı arasında tənasüb quracağıq. Deməli, kütləsi hidrogen 2 qramdan verib deuteriumdan. 2 dənəsi 4 qram, oksigen də 16 qram. Deməli, kütləsi 20 qramdır. Və bu 20 qramın içində deuteriumda bir dənə neutron var, oksigendə də 8 neutron var. 2 dənə deuterium olanda 2 vur 1, 2 üstə gəlsin. Bir dənə oksigende 8. 10 dənə neutron var. Deməli, 20 qramında 10 neutron varsa, 10 qramında neutron sayı A-dır. A bərabərdir 5-ə. Cavab A variantı. 81-ci sual. Dəqiqə. X qazının molar kütləsi Y qazın molar kütləsindən 2 qram böl mol çoxdur. Yəni 2 qram çoxdur. Z-in molar kütləsindən 2 qram azdır. Və emel X bərabərdir oksigen çıxılsın 4-ə olarsa hansı qazlar havadan ağırdır? Deməli, X-in emelini tapmaq olar əvvəlcə buradan.
Deməli x bərabərdir. O2 32-dən 4-ü çıxırıq. 32 çıxılsın 4 bərabər 28. İndi o yanda da deyir ki, x-in kütləsi y-in kütləsindən 2 qram çoxdur. X-in kütləsi y-in kütləsindən 2 qram çoxdursa, deməli y ondan 2 qram azdır. Yəni 26-dır. Z-in kütləsindən, x-in kütləsi z-in kütləsindən 2 qram azdır. Onda deməli z-in kütləsi x-dan 2 qram çoxdur. Z-in kütləsi x-dan 2 qram çoxdursa 30 olur. Hansı qazlar havadan ağırdır? Havanın kütləsi 29'dur. 29'dan kütləsi böyük olanlar havadan ağır olar. 82 sual C variantı. 81. sual belə. 82. sualda 2s2p3 elektron formuna malik element bəsit maddəsi üçün doğru olan ifadələri müəyyən edin. Sigma rabitəsi var. Bəli. Çünki bu S2P3'də bu elementin 3-dən təki var. Deməli, bu bəsit maddə əmrə gətirərkən azotdur bu element. 3 təki var. Deməli, 3 tək qoyur. O birisi azotuna 3 tək elektron və 3 elektron qoyur. Cütləşdirir. 3 qat rabitə əmrə gətirir. 3 qatda 1 sigma olur. 2-dən 1 rabitə olur. Sigması var. P'si var. Polyardır. Səhvdir. 2 eyni qeyri-metal arasında qeyri-polyardır. X-in valenti 2-dir. Səhvdir. X-in valenti 3-dür. Çünki yanında 3 qat var. Xəttidir. Bəli. 2 atom ancaq xətti quruluş əmrə gətirir. 2 atom bucaq quruluş əmrə gətirə bilməz. Ancaq 1, 2, 5. 83-cü sualda 12 qram, neçə qramında bu maddənin? 12 qram maqnezium var. Əvvəlcə bu maddənin özünün kütləsini və içində maqneziumun kütləsini tapaq. Deməli, CH3CO, CH3 eləyir 12 üstəgəl 3. CO, C12-dir. 2-dən o da 32-dir. 12 üstəgəlsin 32, 44. Və bundan 2 dənədir. Vururam 2-yə. Üstəgəl maqnezium da 24. Bu bütöv birləşmənin kütləsidir. Ml-idir. Bu da eləcə 15 üstəgəlsin 44, 59. 59 2-yə vuram. 118. 118-in də üstünə 24 gəlirəm. 142. Bu birləşmənin 142 qramında bu maqnezium idi axı üstünə gəldim. 24 qram maqnezium varsa bizə soruşur ki, bu birləşmənin neçə qramında 12 qram maqnezium olar? X bərabər 71. 84-cü sual qeyri-metal atomlar arasında baş verən reaksiya texniklərini müəyyən edin. Burada sink metaldır, burada dəmir metaldır. Ona görə də 2 və 4 olacaq. 85-ci sual. Ərimə temperaturu -15, qaynama temperaturu 45 olan maddədə 55-dən -5-ə qədər azaltsaq temperaturu. 55 dərəcədə bu maddə hansı halda olur? Qaz. Çünki qaynayandan sonra qaz olur. -5 dərəcədə hansı halda olur? Maye. Qazdan mayeye keçir deməli. Qazdan maye keçirsə deməli temperatur düşür, hərəkət sürəti azalır maddələrin. Məsafə azalır. Bəli, bərk maye qazdan məsafə çoxalırdı, amma qazdan maye keçəndə məsafə azalır. Bərkdən maye, mayədən qaza keçəndə sıxlıq azalır, məsafə artır. Qazdan maye keçəndə məsafə azalır. Buxarlamadır, səhvdir, kondensasiyadır. Sıxlıq azalır, səhvdir, sıxlıq artır. Deməli, bir dəqiqə. Qazdan maye, sıxlıq artır olmalıdır. Molekulların hərəkət sürəti azalır. Məsafə azalır, doğrudur. Kondensasiya baş verir. Sıxlıq azalmır, sıxlıq artır. 2 ilə 4-dür burada cavab. Natrium hidridin su ilə reaksiyasıdır. Neçə litr hidrogen alınır? Tənlikdə əmsala ehtiyac varmı? Əvvəlcə baxmaq lazımdır. Natrium 1, hidrogen 3, oksigen 1. Sayılar bərabərsə əmsala qoymaya ehtiyac yoxdur. 4,8 qram natrium hidriddən neçə litr hidrogen alınır? 23/1. 24 qramın reaksiyaya daxil olanda tənlikdə görürük ki 1 mol hidrogen alınıb. 22,4 alınıb. O da 4,8-dən 4'dan %48 litr alınacaq. 87-ci sual. Neft və su, buran maddələri verib. Eyni növ molekullardan təşkil olunan maddələr saf maddələr deyirlər. Anı yazırıq bura. Eyni növ molekullardan təşkil olunan maddələr saf maddələrdir. A yazırıq həm suya, həm də burama. Suyun da formulu var, safdır. Buramın da formulu var, safdır. Müxtəlif növ atomlardan təşkil olunan maddələr
Qarışıqlarda müxtəlif atomlardan təşkil olunur. Mürəkkəb maddələrdə müxtəlif atomlardan təşkil olunur. Saf maddədir. Su ilə brom, C. Adi şəraitdə maye haldadır. Brom və neft, su hər üçü. D yazırıq ortaya. Hidrogen atomu var tərkibində. Bromda yoxdur, suda var. Bir də neftdə var. Çünki neft karbodegenlərin qarışığıdır. Karbodegenlər var içərisində. Ona görə də yeni yazırıq bura. 88. X2O maddəsinin 0,5 molunun kütləsi 7,2 qramdır. 1 molun kütləsini tapırıq. X-də bərabərdir. 7,2 vururuq 20-yə 144. Deməli, X2O maddənin emiri 144-dür. Bərabərləşdirəm 144-də. X-in ayını tapıram. 2 vur X üstə gəlsin 16 bərabərdir 144 isə 2X bərabərdir 144 çıxılsın 16 128 X-də bərabərdir 64. X-in kütləsi birinci sualda 64. Elementlərin kütlə nisbəti müəyyən elindir. X2O-da 2 dənə X var. Deməli 2 vur 64-dür. Bir dənə oksigen də 16-dır. Deməli 8-in 1-ə kütlə nisbətidir. Bu da ikinci sualın cavabı. Ayrılma üsulu duzla su buxarlandırma ilə, neftlə su ayrıcı qıfla, yəni durultma üsulu ilə. Neftdə tək neft homogen qarışıqda mayedir distillə ilə. 90-cı sual, sonuncu sual. 40 qram kalsiumun üzərinə 40 qram kükürt əlavə etdikdə biri tam sərf olunur və reaksiyadan sonra artıq qalan maddəni və kütləsini, bir də məhsulun kütləsini istəyir. Kalsiumdan kükürt reaksiyaya girəndə kalsium salınır. Tənlikdə 40 və 32 girirlər. Hərəsindən bir dənə reaksiyaya girirlər və 72 qram kalsium salınır. Biz bunların hərəsini 40 qram götürsək də kalsiumun 40-ı ilə kükürdün ancaq 32-si reaksiyaya girər. Və yerdə qalan kükürt 8 qram kükürt artıq qalar. Və elə 40-40 götürsək də 40 ilə 32 reaksiyaya daxil olduqları üçün 72 qram da məhsul əmələ gəlir. 8 qram kükürt artıq qalar. 72 qram kalsium S alınır. Daha sonuncu sual.